Kök olmağın mənfi cəhətlərindən danışmaq istəyirəm ki, düzdür. Sadalasam bəlkə 100 dənə çıxar, amma çalışdım ki, qısa kəsim. Bu mənfi cəhətləri üzərində yaşamış kimi insanam. Çünki bir il əvvəl 107 kiloydum. Yəni bəli, bu mən idim. Və 107 kilo olanda məndə qaraciyər piyələnməsi, insulin dirənci, yüksək təzyiq, yüksək xolesterin və tromba qarşı hətta dərman içirdim. İndi bütün bunların arasında yalnız qaraciyər piyələnməsi qalıb ki, o da bu il inşallah həll olunacaq. Amma gəlin mənfi cəhətlərdən danışaq. Nömrə 1. Baxın, nə qədər də sağlamlıq haqqında desəm ki, sağlamlıq ən önəmlisidir. Onsuz da hamı hər zaman gözəlliyi düşünür. Ona görə gözəllik deyəcəm. Artıq çəki sizin gözəlliyinizi məhv edir, alır. Və nə qədər lüks kosmetika üzərinizə eləsəniz, nə qədər də lüks brend paltar geysəniz, əgər siz köksüzsə, hər şey ərinliyinizdə və üzünüzdə çox pis görsənir. Və əgər kimsə sizə artıq çəkidə olanda deyir ki, siz şirinsiz, bu düzgün söhbət deyil. Çünki artıq çəki xəstəlikdir və o heç kimə gözəllik verə bilməz. Məqam nömrə 2 ki, məncə məqam nömrə 1 olmalı idi, amma nəzərə alaq ki, hamı onsuz da tərəzdəki olan rəqəmi takib edir və bədən keyfiyyətini heç kim düşünmür. Ona görə məqam nömrə 2 sağlamlıqdır. Düzdür, yeməklər dadlıdır, şirindir və s. amma onlar yaratdığı fəsad və o illərlə sağaltmağa çox çətindir. Ona görə bütün bu yeməklər dəyməz. Və kim mənə deyirsə desin ki, şəkər aşağı miqdarda olar və aşağı miqdarda arabir şəkər yesən heç nə olmaz. Mən düşünürəm ki, şəkərin tam olaraq bütün ziyanını yaşayan bir insan kimi deyə bilərəm. Heç zaman özümə bir daha orqanizmə, bədənimə şəkərli heç bir şey daxil etmərəm. Çünki o məhv edici bir maddədir ki, mənim sağlamlığımı məhv edib. Məqam nömrə 3 maddi baxımdan artıq çəkili olmaq çox pul tələb edir. Çünki yeməklərinizi çox yeyirsiniz. Təbii ki, yeməklərinizi tez-tez gedib alırsınız və sonra həstələnirsiniz, tez-tez həstələnirsiniz və onu sağaltmaq üçün cürbəcür dərman alırsınız və nəticədə nə o olur, nə bu olur, pulunuz gedir. Ona görə də 3-cü məqam maddi baxımdan artıq çəkili olmaq heç də sərf eləmir. Məqam nömrə 4 enerjiniz. Artıq piyiniz sizin bütün enerjinizi məhv edir və sizin heç bir şey enerjiniz yoxdur. Səhər uyanırsınız ki, artıq yorğunsuz, axşamı da artıq demirəm, yəni uzanmaqdan başqa heç bir şey əlinizdən gəlmir. Məqam nömrə 5 psixoloji durum. Təbii ki, özünüzdən nifrət edirsiniz, ətrafda insanlardan nifrət edirsiniz. Çünki onlarla görüşə bilmirsiniz, hər şeydən nifrət edirsiniz. Asosial bir insan olursunuz ki, onu introvert adlandırırsınız və belə həyatınızı yola verirsiniz. Baxın, bütün bu mənfi cəhətlərdən mən saatlarla danışa bilərəm. Çünki əslində çox dərin bir mövzudur və zarafat yana əgər biz çox ciddi danışsaq, artıq çəki insanı məhv edəcək bir gücə malikdir. Ona görə də əgər siz hər zaman oturursunuz və gözləyirsiniz ki, bugün mənə çətindir, çünki mənim işim çoxdur, bugün mənə çətindir, çünki mənim övladım var və s. və s. Əgər sizin bir övladınız varsa, onun 40-50 yaşı olanda da onun problemi sizin probleminiz olacaq. Çünki bu övladı bu dünyaya siz gətirmisiniz və nəfəsinizin son anına qədər onun məsuliyyətini siz daşıyırsınız. O artıq yekə kişi və yaxud bir yekə xanım olsa. 2. İş. Əgər siz yaxşı, yüksək səviyyədə keyfiyyətlə yaşamaq istəyirsinizsə, sizə pul lazımdır. O puldur. Neyinirik biz qazanırıq. Ona görə də əgər siz daim işləyəcəksinizsə, niyə görə siz düşünürsünüz ki, nə vaxtsa o işdə rahat olacaq. Və beləliklə hər zaman nəyisə bəhanəsini axtaranda siz öz həyatınızdan, öz vaxtınızdan gedir. Düşünün ki, hər zaman günü günə satırsınız. Və əgər Instagram səhifədə axşam vaxtı, gecə uşağınızı yatızdıranda siz uzanırsınız və kiminsə restorana baxırsınız ki, kimsə hansı bir xanım köküdür, arıqladı, ayda o necə xoşbəxtdir, mən də belə istəyirəm. Siz o xanımdan nə zəifsiz, nə də iradəsizsiniz. Sadəcə olaraq sizə biraz yardım lazımdır. Və bunun üçün də qida haqqında nə qədər çox öyrənsəniz, o qədər isə yaxşı olacaq. Çünki əgər siz sizə məhv edən və ziyan verici yeməklərdən çox biləcəksinizsə, onu ağzınıza aparmaq ehtimalı o qədər də az olacaq. Çünki hər zaman özünüzü arıqlamağa nəyisə görə məcbur etməyin ki, mən yaya kimi, indi çox məşhurdur, mən yaya kimi də arıqlayıram. Bəs yaydan sonra nə olacaq? Sonra olacaq yeni ildən sonra arıqlayıram, təzədən yaya qədər. Bu labirinti həyatınızdan çıxardın.
Sadəcə olaraq sağlam yaşayın, sadə qidalanmaları yeyin. Və əgər sən birdən-birə nəyisə həyatından çıxarda bilmirsən, yavaş-yavaş onu elə. Əgər bu gün 1% özünə qarşı qayğı göstərəcəksənsə, dünənə baxanda 1% yaxşı olacaqsan dünəndən. Və təsəvvür elə ki, ilin sonunda bu 1%lər nə böyük rəqəmə çevrilir. Əgər bu haqqda sən çox məlumat almaq istəyirsənsə, mütləq mənim kanalıma qoşul ki, orada qida haqqında çox faydalı məlumatlar var ki, sənə kömək edəcək. Yeməkləri, ümumiyyətcə necə qidalanmalısan, o haqqda nə qədər çox məlumat biləcəksənsə, o qədər rahat olacaq. Və mən səni inandırıram ki, bir dəfə bu yola düzgün şəkildə pəhriz sözü çıxardaraq bu yola düşəcəksənsə, hər şey çox gözəl olacaq. Pəhriz sözü bir çərçivədir. Sən özünü heç bir çərçivəyə salmadan sağlam qidalan ki, sağlam olasan.